Günorta çağı Molla Nəsrəddin kəndin kənarındakı böyük gölün qırağında oturub. Əlindəki bir qasa qatığı qaşıq-qaşıq suya tökür və suyu qarışdırır. Oradan keçən bir kəndli ayaq saxlayır, mat-mat ona baxıb soruşur. Ay Molla, xeyr ola, sən orada neynirsən? Molla işindən ayrılmadan çox ciddi şəkildə cavab verir. Görmürsən, gölə maya çalıram. İstəyirəm gölü qatığa döndərim. Kəndli bəkdən gülməyə başlayır. Ay Molla, sən də lap ağ elədin, Heç bu boyda göldə qatıq tutarmı? Bu mümkün deyil axı. Molla qaşığını sudan çıxarır, gözünü qıyaraq hiləgər bir təbəssümlə deyir. A kişi, mən də bilirəm tutmaz, amma sən bir anlıq xəyal elə, birdən tutsa, bilirsən nə qədər qatığımız olar?